Siyahımızın 4-cü yerində 2022-ci il buraxılış Mercedes G800 Brabus modeli var. Bu avtomobil 4.0 litrlik 8 silindirli daxili yanma mühərriki ilə gəlir və 800 at gücü hasil edir. 1000 Nm-də daxili gücü var. Zavod göstərici 0-100 sürətlənməsi 4.1 saniyədir. Amma sport rejimdə 0-100-ü 3.8 saniyəyə qədər yığa bilir. Avtomobilin satışını təmin edən Abşeron Mercedes-Benz salonudur və bu avtomobilə 660 min manat verərək əldə edə bilərsiniz ki, əgər cibinizdə artıq bu qədər pulunuz varsa. Siyahımızın 3-cü yerində isə 2025-ci il buraxılış Bentley Flying Super modelidir. Avtomobil 4.0 litrlik 8 silindirli daxili yanma mühərriki ilə təchiz olunur və 727 at gücü hasil edir. 950 Nm isə daxili gücü var. Avtomobilin 0-100 sürətlənməsi isə cəmi 5.2 saniyədir. 2025-ci il buraxılış 0 km bir Bentley Flying Super avtomobilinə sahib olmağın bədəli isə 777 min manatdır. Siyahımızın 2-ci yerində isə daha bir İngilis avtomobili 2025-ci il buraxılış Rolls-Royce Spectre avtomobilidir. Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da Rolls-Royce'un Bakıdakı rəsmi dillərindən avtomobil almaq istədiyiniz zaman satış məntəqəsi birbaşa stokda olan avtomobili satmır. Rolls-Royce özəlləşdirilə bilən bir avtomobil olduğu üçün istədiyiniz parametrləri satış məntəqəsinə bildirirsiniz və satış məntəqəsi sizi 6 ay ərzində avtomobillə təmin edir. Amma bu Rolls-Royce Spectre rəsmi dillərdə yox, Baku Avtomol tərəfindən satışı təmin olunduğu üçün birbaşa 833 min manat verərək bu avtomobili əldə edə bilirsiniz. Siyahımızın 1-ci yerində isə yenə bir İngilis avtomobili var. 2025-ci il buraxılış Bentley Continental GTC modeli. Avtomobil kabrioletdir. 4.0 litrlik 8 silindirli daxili yanma mühərriki ilə təchiz olunub və 727 at gücü hasil edir. Avtomobil eyni zamanda hibrid texnologiyası ilə çalışır. 0-100 sürətlənməsi cəmi 3.5 saniyədir və müxtəlif rəng seçimlərini satış məntəqəsindən, rəsmi satış məntəqəsindən əldə etmək mümkündür. 0 km Bentley Continental GTC avtomobilini əldə etməyin bədəli isə 866 min manatdır.